Hər kəsə salam dostlar. Bilirəm ki, neçə gündür videolarda təzə videolar atmıram və bu video atmamışdan öncə də mən bir ayım kupa kasmağa çalışmışam ki, 20.000 kupa olmuşuq. Yəni buna bir dənə alqış. Deməli 4000 mücəffər yığmışıq. 745 bayaq çox idi. Deməli pulumuz onu azaltdıq. Profilimiz belə oldu. 8 dənə PlayStation'ımız var. O çoxdan da qalmadı və elmas aşamalıda elması kimi kasmışam, lakin gizləmli olmaq istədim. Onun da videosu gələcək, yəni bunu deyim. Və bildiyiniz kimi Formula Brawl Stars güncələməsi gəlibdi və burada mən Bolt'u seçdim, o düzdür. Lakin videoda da çalışacağam ki, ekran görüntüsü olaraq göstərməyə çalışacağam, yəni o şəkli. Çünki düz 8 dənə efsanevi Star Nova'da nədir onlardan gəldi və yeni karakterlərimiz var. 2 dənə yeni karakterimiz Sam var, onu bayaq kastım. Bunun 2 dənə kostümünü çıxartdım. Bunları bilirik. Sonra bir də Spike'ı verdilər. Spike'ı verdilər belə. Yox, bu çoxdan karakter. Bir də Dua şey verdiler. 2 dənə yıldız gücü vermiş oldular. Yəni bu Spike'ı gücünü artıraq. Bugün çox da Spike ilə oynamayacağım. 3-4 oyun oynamağa çalışarıq. Və dostlar, sizə yeni bir dənə xəbərim var. Düz 3278 kredi yığa bildik. Bunu da Star Nova, yəni bunların Supercell'in verdiyi hədiyyədən nədir çıxartdım. Həm də 2000. 1000 neçə idi? 2000 oldu, bu qədər oldu. Bir də kulübümüzə gəlmək istəyənlər 26 kişi, yəni 4 nəfərlik adam qalıb. Yəqin Nicat əmi də razı olar. Yəni kulübümüzə gəlməkdə narazı olmazsınız. Yəni istədiyiniz qədər gələ bilərsiniz. Çox adam aktiv olur. Yəni amma bir şərtlə. Nicat Rəzayev kanalına abunə olmalısınız və like atmalısınız, videolarına da baxmalısınız. Bir də mənim kanalıma da baxsaz və abunə olsanız çox sevinərəm. Dostlar, sonra başqa nə göstərəcəm sizə? Və Pro Pass'də, yəni aşamalıda son səviyyəyə yaxlaşdıq. Bu məndə ilk ola bilər, çünki çoxlu Brawl Stars'da aktiv olmuşam. Və gümüşdə idi. Gümüşdən elmas kimi kasmağa çalışdım. İndi isə dükkana baxaq. Dostlar, baxın. Görürsünüz, mücəffərimiz yoxdur. Görürsünüz də nə verdi. Supercell. Bir də bunu sevirəm. Bir də Mika Crow. Bu ikisini gətirdi. Mücəffərimiz yoxdur, amma onu gətirdi. Əgər dostlar, kanalımız 100 abunə olsa, Pro Pass açacağam. Amma qəşəng Pro Pass olmalıdır. Pro Pass açacağam və çalışacağam orada bəlkə bir nəfərə ya da 2 nəfərə Pro Pass almağa çalışarım. Bəlkə. Amma 100 abunə olmalıyıq, şərtimiz var. İndi isə yavaşdan keçək. Spike ilə 2-3 oyun oynayacaq. Çünki çox vaxtım yoxdur dostlar. Və bilirəm, videolarda çox gəlmir. Çünki həm video fikri yoxdur. Nəysə, boş verin. Kanala abunə olun və like atmağı unutmayın. Qalanını da bizə bıraq. Getdik. Neçə vaxtdır Spike ilə oynamıram. Spike efsanevi karakteri idi. O Frank. Sənə bir dənə ultimiz ilə. Bax. O ən sevimli karakterim. Amma qarşı tərəfdə səni görmək istəmirəm. Poco və Shelly qarşıda oynayırsınız. Qoyun mən də sizinlə oynayayım. Sən bir dənə qal Poco burada. Öl. Deməli, yükü qəşəng yığdı. Bir də dostlar, çalışıram ki, qəşəng oynamağa çalışım. Bu 21 kupa olduqdan sonra qəşəng oynamağa çalışıram deyəm. Yəni dəyişikliklər hiss eləyərsiniz də yəqin ki. Ayda, əvvəlki günlər yadıma gəldi. Birinci olmamış elim. Heç oyuna başlamamışıq ha. Promoya ödü. Təcrübəm bura. İndi ikinci, birinci oldu. Qəşəng oldu. Kanalımız şirkədə böyür dostlar. İndiki hədəfimizdə 100 abunə olmaq. Yəni her primo, həm də Azərbaycanlısan. Qardaşım, gəl promoya öldü. Adamı niyə çətinlik yaradırsan?
Dostlar, bir də bu simgədir nədir? 2 dənə yeni simgə çıxartmışam. Sonra profil olaraq düz 3 dənə təqribən 60 elmasda xərcləmişəm də bu. Deməli, bu baxın 3 dənə profilimiz var. Gördüyünüz kimi bundan işarətləməyə çalışacağım. Bir də favorit olaraq budur. İndi dostlar, əgər istəsəz, digərki videomuzda 20.500 kupaya çalışacağım nədə oynamağa və Kenshin daşımağa çalışarıq. İndi isə dostlar, bugünlük videomuz bu qədərdir. Çalışdım ki, videomuz uzun olsun, lakin olmadı. Bağışlayın. Görüşərik. Sağ olun.